آیسنده چه الله نور السماوات و الارض مثل نوره کمشکات فیها مصباح المصباح فی زجاجة الزجاجة کأنها کوکب دری یوقد من شجرة مبارکة زیتونة لا شرقیة ولا غربیة یکاد زیتها یضیء ولو لم تمسسه نار نور علی نور یهدی الله لنوره من یشاء. O dərin ayələrdəndir Qur'andakı. Bu ayələrdə, bu həmin nur ayəsində şaman düşüncəsi də var. Çünki şamanlar günəşi tanrı bilirdilər. Qur'anda da Allah özünü günəş və nur bildi burada. Hətta Söhrəvərdi ya Söhrəverdi Şeyx Həkim Azərbaycanın Türk-ü İslami milli fəlsəfəsinin qurucusu Hikmətül İşraq kitabını yazan fəlsəfəsinin təməllərini nur əsasında qoyur. Yəni iki qaynağı var. Biri şaman düşüncələridir. Biri də bu həman ayədir ki, Surə-i Nurda gələndir. Amma şubiyyə axımı təəssüflə ki, hər bizim alimlərimizə yaxınlaşıb şərh edəndə onun əsərlərini çaşdırıbdır və azdırıbdır. Necə ki, Farabidə o işi görüb, Əbu Reyhan Birunidə o işi görübdür, bizim söhbətlərdə də gəlir. Söhrəverdidə də onu təvil be sənəviyyət eləyiblər. Mevlana da dedi, اینقدر خود درس شاگردان ماست کر و فر ملحمه ما تا کجاست تا کجا آنجا که جا را راه نیست جز ثنابرق مه الله نیست از همه اوهام و تصویرات دور نور 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 نور. Bu həman nurun əla nurinin در واقع təfsiridir ki, Mevlana gətirmişdir. Bu surədə bir sıra fiqhi qaydalar gəliblər. Məruf ayələr var. Zina ayəsi, qəzf ayəsi, lian ayəsi, hicab ayəsi, ifk və buhtan nə mənədir? Nur ayəsi, istizan ayəsi ki, sən bir yerə girməklə nə cür icazə almalısan? Hətta bir para təfasirlərə mən baxırdım. Yazmışdı ki, çox yaxşıdır ki, atalar özləri bu surəni qızlarına bir dəfə özləri oxuyalar. Bu surənin barəsində gəlibdir. Aydötür, yaxçı fəhşə kələməsinin barəsində danışdılar. Amma bunu demək olar artırmalıyıq ki, Qur'an fəhşanı iki yerə bölür. Bir fəhşayı zahiridir, bir də fəhşayı batinidir. Mən onun ayələrini çıxartmışam. La təqrubul fəvahişə ma zəhərə minha və ma bətən. Fəvahiş işlərə, fəvahiş yəni o pis işi ki, çox açıq və aydındır. Yəni, hamı da onun pisliyində şəki şübhə eləmir. Fohşud o kələmədəndir də. Yəni, o sözü danışılanca çox açıq, aydındır və pisliyi vardır o kələmədəndir. Qur'an deyil, fəvahiş iki cürədir. Biri zahiridir, birisi də batinidir. Hala mən indi deyəcəm, batinilər nə ola bilər? Yox, birisi ayədə deyir ki, qul innəmə hərrəmə rəbbiyəl fəvahiş. Mən peyğəmbərim, da deyəcəm bunlara ki, mən fəvahişləri sizə təhrim elədim. Ma zəhərə minha və ma bətən. Fəvahişləri ki, həm zahiridirlər, həm də batinidirlər. Zəvahiri onlardır ki, ümumiyyətdə bilir ki, mələk ammın içində zinadan, livatdan, bu cür məsaildən bunlar pis işdilər. Amma batini işlər nə ola bilər? Bilirsiniz, Əbu Nəsr Farabi o zaman ki, fəlsəfəsində Mədinə-i Faziləni yaradıldanda, bu Mədinə-i Fazilənin qabağında dedi, siz bəran ki, bu utopiyə əl tapasınız, 4 dənə düşmən var qabaqda, 4 dənə Mədinə vardı. Siz onlardan geçməlisiniz, onları aradan götürməlisiniz. Bu ibarətdir Mədinə-i Cahilə, Mədinə-i Mütəbəddilə, Mədinə-i Fasiqə və Mədinə-i Zallə. Mədinə-i Cahilə o Mədinədir ki, elmi yoxdur səadətə. Ona görə elmi pompaj eləyəsən ta neynəsin, yol tapsın.
Mədinə fasiqə həman təşi'ül fahişədir ki burada. Onlardılar ki, yolları var ki, camiədə pisliği işayə versinlər. Əslən bu yoldan bunlar çörək qazanırlar. Məişətləri düyünlənibdir işaəyi fəvahişə. Və o əsasda bu Mədinə-i Fazilənin bir düşmənləridir onun düşüncəsində. Və üçüncüsü Mədinə-i Mütəbəddilədir. Onlar ki, öz hüviyyətlərini ötürüb özcə hüviyyətdə axtarırlar. Təbəddül yaftə ya manqurdizm der vaqa ki deyirlər İslah-ı Mərufda, özlərini çaşıb özgələrin dinlərində və dillərində özlərini axtarırlar. Bu Farabinin düşüncəsi. Və Mədinə-i Zallə ki mühümmidir, ən mühümmidir. Farabi deyir ki, Mədinə-i Zallə o Mədinədir ki, hakim fikr eləyir ki, hər zaman buna göydən vəhl nazil olur və camiəni bir təvəhhümlə idarə eləyir və bu dünyada, bu aləmdə behişt olmaz. Hər nə var o tərəfdədir. Burada bir cəhənnəmi yaratmalısan ta orada onları sən onu behiştə aparmalısan. Sərahətlə bunlar onun asarında gəlibdir. Hər halda Ay Döktür Sedqi də işarə elədi. Qur'an əlavə bər in ki, bir dənə ədəbi kitabdır, bir dənə müəddəb kitabdır. Dər eynin ki, bir dənə ədəbi kitabdır, bir dənə müəddəb kitabdır. Yəni bir para o məsaili cinsidən ki, min cümlə o fəhşədən zaddan, Qur'an sərahətən bunlara vurud eləmir. Məsələn, orada Təbbət yəda Əbi Ləhəb onun xanımından işarə eləyir, həmmələtəl hətəb. Deyir ki, heyzum aparandır. Vəli heç vaxt o məsaili xanıvadəgisinə Qur'an o həddə nə mənədə vurud eləmir. Ona görə mənim ümumiyyətdə şərhim o ayədədir ki, İnnəl-ləzīnə yuhibbunə ən təşi'əl fahişətü fil-ləzīnə. Onlar ki, sevirlər, möminlərin arasında işaəyi fəvahiş eləyələr, bunların əzabları vardır. Bunlar nə mənədirlər? Modern dünyada işaəyi fəvahiş nə mən ola bilər? Bu baxışıqla ki, Qur'anda fəvahiş iki cür oldu. Həm fəvahiş zahiri və həm fəvahiş batini oldu. Xub, o ki biz əzabın içində yaşayırıq, bəlkə bizim özümüz elə işaəyi fəvahiş edirik, bəlkə elə bizə işaəyi fəvahiş olunur. Bunlar nə mənədirlər ki, biz bir belə əzabın və dərdin içində در vaqa biz yaşayırıq. Andre Malraux o Sərnivəşt İnsan kitabında yazanda, orada o müqəddəməsində yazardı ki, mən hər şeyi istirdim yazam, çalışırdım ki, hər cümləni yazırdım, özümdən soruşurdum ki, mən bu cümləni ki yazıram, bəlkə mən müxatabım bu cümləni bilir, ona görə onu silirdim. Yəni, kulli mən asarımı cırdım, buna görə ki, fikir elədim ki, mən müxatabım bu cümləni bilər. Ona görə bir ehtiramı müxatablərim, çoxlu cümlələrimi sildim. Bütün mənim çalışmam da budur ki, cümlələri gəlsin meydana ki, o haləti bidaətindən biz bəhr aparaq, yararlanaq. Fəvahiş batini o şeydir ki, düşüncəyə rəbti var da. O şey ki, sənin təfəkküründə işləyir. Yəni, səni və məni çaşdırır, azdırır. O ki, mən düz düşünə biləcəyəm, o düz düşünməni mənim əlimdən alır. Biz buna deyirik, fəvahiş در واقع batinidirlər. Fəvahiş batini ən böyük mistağı, mənim gözüm mistağı, 2 dəqiqəyə o fürsət ki verdiniz, mən qurtaracam. Fəvahiş batini ibarətdir tərsə düşüncələr. Tərsə düşüncələr ki, gəlir bizim zehnimizi və əqlimizi və düşüncəmizi çaşdırır, bunlar ola bilər. Bu tərsə düşüncələr həm dində var, həm dildə var, həm elmidə var, yəni müxtəlif sahələri vardır ki, bir gün mən xahiş edəcəm ki, əzizlər bu fürsəti yaratsınlar, biz bu tərsə düşüncəni bu sahələrdə burada açıqlayaq. Məsələn, Qur'anda bizə bir dənə tərsə düşüncələrdən yayıblar, budur ki, biz sizi, risalətimiz var, biz sizi gələk hidayət eləyək. Siz tamamı Qur'anı ələhvələ eləyəsiz, axtarasız, neymət-i hidayət münhəsirdir Allahın fəqət özündən ötür. Yəni, hətta bu neymət-i hidayəti Peyğəmbərin özünə verməyibdir. Ləv şəə Rəbbukə ləəmənə mən fil ərzi
Kulluhum cəmiyyən. Əgər Allah istəsəydi, bütün bu kürədə olan insanların hamısını mömin elərdi. Amma istəmir. Peyğəmbər, bu sənin hitəndədir ki, sən gələsən bunlara zorla və fişarla bunları sən müminin. Əfə əntə təkrəhun nas həttə yəkunul müminin. Sən nifrətin gəlir millətdən ki, bunlar mömin olmurlar. Həqqin yoxdur sən bu. Fələstə əleyhim bi musaytirəsən. Bunları sən seytərən yoxsan. Dənə mübəlliq biz sənə vermişik da. Get bunları təbliğ eləyəcəksən. Bəs bir dənə tərsə düşüncə budur ki, bir də özlərinə risalət qazanırlar ki, biz gəlmişik, siz azıqsınız, biz sizi hidayət eləməkdən ötürüyük. Bu, Qur'anın təlimatı ilə qarşı-qarşıya. Bu tərsə düşüncədir. Neymət-i hidayət onun özündən ötürüdür. İkincisi budur ki, əmr-i bi məruf və nəhiyyəz münkər. Bütün ayələrə siz baxsaz, hətta Qəzzalin düşüncələrinə də baxsaz, əmr-i bi məruf və nəhiyyəz münkər millətdən ötürüdür. Fəltəkun minkum ümmətun. Yəni bir qruhlar, fazil insanlar, hezbilər, təşəkküllər, NGO-ların vəzifələri budur. Dərqalib əmr-i bi məruf və nəhiyyəz münkər hakimiyyəti nəqd eləsinlər. Bütün ayələr buna gedir. Çünki əgər əmr-i bi məruf və nəhiyyəz münkəri də versən hakimiyyətin əlindən, qudrətəndər qudrət, burada onun əlində qudrət var, qanun var, sən hakimiyyətə əmr-i bi məruf və nəhiyyəz münkərin mənisi yoxdur. Hətta İmam Hüseynin o cümləsinə baxsaz Şah-ı Mütəhhəridə gətirir kitabında deyir ki, İmam Hüseyn deyir ki, mən getdim əmr-i bi məruf və nəhiyyəz münkər üçün. Çünki İmam Hüseyn orada bir şəhərvənd idi. Hakimiyyət postu və siməti yox idi. Mən buna görə getdim. Bir dənə də tərsə düşüncələr ki, bizim içimizdə var və Qur'anla müarizdir. Budur ki, əmr-i bi məruf və nəhiyyəz münkəri ümmətin əlindən, millətin əlindən, təşəkkülün əlindən, hezbin əlindən çıxaldaq və qudrətin əlinə tapşırıq. Bu da ikinci dərvaqa tərsə düşüncədir ki, Qur'anda demək olar vardır. خب اینقدر گفتیم باقی فکر کن فکر اگر جامد بود رو ذکر کن sağ olasın. Məmnun ki, uyma olmur fərmaşızdan, amma vaxt azdır. İnşallah gələn seyirlər peygamı verəsiniz.